Allah'ın salamı ve xeyir duası olsun benim bütün izleyicilerime, takipçilerime, bacı ve kardeşlerime. Allah'ın salamı olsun sizlere. Değerli izleyicilerim, paylaşacağım bu video evden ağırlığı götürmək üçün, üzərinizdə olan negatifləri təmizləmək üçün, yeni gün ərzində özünüzü qorumaq üçündür. Deməli götürürsünüz buxuru, ancaq buxur alırsınız, buxur sidir tozundan olmalıdır. Yandırırsınız, səhər birini yandırırsınız, heç nə demirsiniz. Yandırırsınız, stolun üstünə qoyursunuz, yandırırsınız. Və yaxud da harası qoyursunuz, yəni bir yerə qoyursunuz, yandırırsınız onu. Bir də yandırıb söndürürsünüz ki, tüstüləməlidir. Yəni qaydalarını da deyirəm. Bir də axşam şər vaxtı. Gün ərzində hər gün yandırın 2 dəfə. Özünüz görəsiniz ki, necə yüngülləşirsiniz. Çünki sidir tozu negatifləri təmizləyir. Sidir tozunun özünü də yandıra bilərsiniz. Yəni biraz qoyub yandıra bilərsiniz, ancaq heç nəsiz. Özünü də yandıra bilərsiniz. Özünü yandıranda üzərinə 7 dəfə ixlas oxumalısınız. Allah əmanət olun. Allah sizləri qorusun əzizlər.